O 20 gün 1 saat da olsun bizə televiziya vaxtı verməsinlər, xalqla görüşməyə imkan verməsinlər. Amma o 20 gündən qabaq 4 il yapılan bərabər şəkildə xalqla ünsiyyət imkanı verilsin, televiziyada çıxış imkanı, baxın görüb biz hansı nailiyyətdə ortalıq qoya bilərik. Demokratik Təşəbbüslər İnstitutu seçkilərə dair qanunvericiliyin analizi adlı araşdırmasının təqdimatını keçirib. Avqustun 18-də baş tutan tədbir zamanı mövzu ətrafında müzakirələr də baş tutdu. Yeganə müddəadakı sərbəst toplaşma hüququnu 2400 dəfə artırır. Yəni, cərimənin həcmi 2012-də olan həddən bugün 2400 dəfə çoxdur. Bu dəfələri ümumiyyətlə heç bir artırmaqda olacaq. Yəni, 13 manatı ilə axırıncı indi 30 min manat. Və 13 min manatdan 30 min manata qədər gedən məbləğ bilavasitə siyasi hüquqları məhdudlaşdırmaya yönəlik bir təşəbbüslükdə qarşımıza çıxır. Ayrıca, bu da yetinməyib, sərbəst toplaşma hüququnu icra edəni, sanksiyalaşmamış hadisə çıxdıqları zaman onlara 2 aylıq inzibati həbsdə tətbiq olunan bilər 148 saat, 168 saat məcburi əməyə cəlb etmədə, bunlar olduqca ağır sanksiyalar. Milli Şuranın sədri Cəmil Həsənli çıxış zamanı bildirib ki, ölkədə keçirilən seçkilərin durumu getdikcə geriləyir. Son 13 ildə 10-13-cü illər arasında dinamika 8-10-cu il arasından 3 dəfə artıq pisliyə doğru gedibdir. Və 58% nə deməkdir? 58% o deməkdir ki, faktiki olaraq konstitusiya üzrə öz hakimiyyətini formalaşdırmaq hüququna malik olan xalq, əhali, millət, adın nə qoyuluqsa qoyaq, öz hakimiyyətini formalaşdırmaq hüququndan uzaqlaşdırılır. Demokratik düşərgənin üzərinə düşən bir vəzifədir. Maksimum şəkildə bu bu seçkilərdən istifadə edin. Həmin o qeyd elədiyimiz sahtekarlıqların aşkar olunması, onlara qarşı mübarizədə müəyyən artıq konkret materialların əldə olunması, əhalinin siyasi fəallığının artırılması, hakimiyyətin zəbt olunmasına və sahtekarlığa qarşı mümkün qədər geniş vətəndaş kütləsinin cəlb edilməsi baxımından mənim fikrimcə ciddi əhəmiyyətə malik. Azərbaycan insanı öz hüquqlarını tanımaqda və digər məsələlərdə başqa ölkələrin insanlarından fərqlənmir. Seçkilər zamanı əsas yük siyasi partiyalar üzərinə düşür. Sözləri deputat Fazil Mustafa çıxış zamanı deyib. Bütün istiqamət məncə bu partiya demokratiyasının inkişafına yönəlməlidir. Amma burada təbii ki, bu tezislər daha çox nəzəri tezislərdir. Bunun reallaşma imkanı bugünkü Azərbaycan gerçəkliklərinə, bugünkü beynəlxalq gerçəkliklərə uyğun deyil. Hətta Azərbaycanın daxil olduğu Avropa məkanında belə həmən qurumların təsir etmə imkanları belə o qədər məhduddur ki, kimsə sadəlövh içərisinə gözləməsin ki, hansısa bir müşahidə, hansısa bir verilən qərar, hansısa verilən bir rəy bu gerçəklikləri dəyişəcəkdir. Demək, bizdə bir prinsip olaraq birinci növbədə bu partiya demokratiyasının necə inkişaf barədə düşünməliyik. Mən o Ələsgər bəyin o fikirlə razı deyiləm ki, mütləq siyasi partiyalar haqqında müddəa ayrıca bir maddə kimi konstitusiya salınsa, məsələ düzələr. Məsələn, onu müqayisə üçün deyim ki, elə bələdiyyələrlə bağlı daha geniş bir müddəalar var, amma faktik olaraq bələdiyyə institutu fəaliyyət göstərmir. Prezident Respublikada bir halda ki, xalq tərəfindən seçilən güclü prezident var və xalq tərəfindən seçilən gələcəkdə demokratik seçilərsə güclü parlament olacaq, bunların arasında bir bufer olmalıdır. O bufer yuxarı palata rolunu oynayır. Yuxarı palata həm də federalizmlə falan əlaqəsi yoxdur bunun tarixi. Aşağı palata bütün xalqı təmsil edir, yuxarı palata bölgələri təmsil edir, o öz yerindir. Amma onun daha vacib rolu bufer roludur. Və biz əslində əgər bu iqtidarın siyasi iradədən danışıldı, dinç keçid istəyi olsaydı, məsələn, belə bir şey edə bilərdi. Onsuz da əllərindədir. Konstitusiya dəyişiklik edib, yuxarı palatanı təsis edə bilərdi. Yuxarı palata tam özlərinin nəzarətində olaydı. Necə istəyirlər keçirsinlər o seçkiləri? Çünki strateji hədəf əgər dinç keçiddirsə, bu olmalı. Aşağı seçkiləri, aşağı palata seçkiləri tam buraxılmalıydı. Və ora kim seçiləcəksə, o da olacaq. Üstünlük nədədir? Aşağı palatanın qərarları qüvvəyə minmir, yuxarı palatanın təsdiqi olmasın. Bu, eyni zamanda prezidenti biraz xalqın tərəfindən seçilmiş parlamentdən legitim olaraq uzaqlaşdırır. Və prezident hər dəfə parlamentə baskı etmək, ona nəzarət etmək ehtiyacı olmayacaq. Çünki çox rahat hiss edəcək yuxarı palata orada bufer rolunu oynadıqca. Müsavat Partiyasının başqanı Arif Hacılı isə bildirib ki, seçkidəki problemləri maksimum azaltmaq üçün seçkilərdə iştirak etmək şərtdir. Yəni, Azərbaycan hakimiyyəti seçki keçirtmir, seçkiləri yola verir və seçki adlanan əməliyyatla parlamentin ömrünü 5 il, prezident hakimiyyətinin ömrünü 5 il uzatmaq xətti götürür və mən hesab edirəm ki, biz yalnız seçki prosesində iştirak etməklə biz hakimiyyətin
asanlıqla bu əməliyyatı başa keçirməsinə daha ciddi əngəl törədə bilərik. Hakimiyyət üçün bu vacibdir. Müzakirələrdə siyasi partiya liderləri, vətəndaş cəmiyyəti təmsilçiləri, ekspertlər və media nümayəndələri iştirak edib.